Riyaziyyat 20 sınaq test toplusu 18-ci ümumi sınağın 28-ci açıq tipli sualın izahına baxaq. Demək, sualda verilib ki, 10 fərqli hərfdən müxtəlif ikisini seçməklə avtomobil nömrələri üçün neçə seriya düzəltmək olar? Deməli, 10 fərqli hərf verilir və ikisini seçmək lazımdır. Misal üçün, burada görürük ki, nümunədə O və Z hərfləri bizə verilib. O, Z iki hərfdir və bunun fərqli olaraq biz Z, O şəklində də düzə bilərik. Yəni, burada iki hərf seçiləndə seçimin fərqi yanır. Misal üçün, A, B hərflərindən AB seriyası və yaxud BA seriyası düzəltmək mümkündür. Yəni, seçim fərqi olduğu üçün biz burada üsulların sayını tapanda permutasiyadan istifadə edərik. Ümumi 10 hərf olduğu üçün permutasiya 10 elementdən 2. Və hesablama qaydası da olacaq 10 faktorial bölünsün. 10-dan 2 çıxanda 8 faktorial. 10 faktorialın açılışı 10, 9 vurulsun. Geriyə qalanları 8 faktorialdır. Bölünsün 8 faktorial. 8 faktoriallar ixtisar gedir. Doğru cavabımız 90.